Salamlayıram, Zahir sizdə. Bu qız mən daim nəvəsidir. Zülüm çox çəkib. Oğlan qısqancdır, alıb qaçırdı bu vaxt onu. Ana da çox Rusiyyətdə olub, Qırğızstanda olub. Ana ilə bala münasibətdə qoymayıblar, rahat yaşasınlar. Fərəc özü cavan olanda alıb qaçırdı bunu 16 yaşında. Neçə ildən küçük əmsi o kənddədir, o qız olayında. Babası, əmsi övrəyi, hamısı Xaçmazar Şahzəyid kəndindədir. Gəlib, hamısı qaytarıb. Bibsin biri burada Bakıdadır. Gəlib qaytarıb. Bu xanım qeyninin oğlunu aldı, saxladı biraz. Yoldaşı rəhmətə gedəndən sonra götürdülər o uşağı. Bu qohum məğribəsi çoxdur. Ancaq ki, hamısı Fərəcdən qorxur. Bir də qaçıb deyə bizi zonunda bir şey var. Fərəcdən niyə qorxurlar ki? Tündür xasiyyəti, qorxurlar. Niyə? Adam əmisi qızına sahib çıxmır, dayısı qızına sahib çıxmır ki, Fərəcdən qorxur. Mən burada gördüm onu. Adam anasına sahib çıxmır ki, Fərəcdən qorxur. Qaçırdan vaxtı görmüşəm. Adam doğmalarına, doğmasına, sənin doğmanı öldürürlər, sən sahib çıxmırsan ki, gəl mən də öldürəcəm. Ay Zaur, xanım sizin oğlunuzun neçə yaşı var? Görməmişsənsə orada ailədə olan hadisələr necə? O artıq 5-6 ildir özü kiməsə sahib çıxacaq yaşdadır. Süb gəlib, qaçıb gəlib, 2 gün, 3 gün qalıb, yenə qoymağına aparıb ki, git uşaqlarım var. Oğlan çox vaxt Kamaz maşında işləyib, Rusiyyətdə. Yəni, oğlanlar qəbul etmədilər də, yəni hal-hazırda faktiki olaraq onlar qəbul etmirlər. Etmirlər ki, biz istəmirik. Oğlanlarıma ki, ümumiyyətlə öz evləri... Baxın, siz sahib çıxmadınız, o da qaçdı birinə sığındı, indi də qısqanırsınız, sahib çıxmırsınız, düzdür? Belə çıxır. Yox, siz sahib çıxardınız, bu da qaçıb başqasına sığınmazdı da, sığınmağı adam axtarır da, bu yetim. Zaurcan, sən mən tanıyan Zaursan, sən ədəbiyyatı gözəl bilirsən. Obrazı deyirəm, ha yetim, əstağfurullah, düzgün indiyərsiniz Mirzə Fətəli Axundov balaca olanda... Elə metaforik olaraq deyirəm. Yanım bir dəqiqə, Mirzə Fətəli Axundov balaca olanda bu yatıb kəbin talağının anasını verib yola sallar İrandan Bakıya, yəni Şəkiyə. Və bu da yatıb. Bunun bacısı yuxudan oyadırlar ki, Fətəli, anan gedir. Və uşaq ayılır yuxudan görür, anası kəcavədə gedir, ayrılıb, qaça-qaça gedir, qışqırır, ağlayır və atanın ürəyi dözmürdü, qoy yaxşı, uşaq da səndən geçsin. Və həmən Mirzə Fətəli Axundov ömrünün axırına qədər ögey bacısını anası bilirdi. Və özünə bağışlaya bilmirdi ki, o bacı ona bir süfrə bağışlayıb, ona bir ləkə düşüb, çernil ləkəsi. Mən də uşaqlar, hesab eləyin, mən deyirsə, o sizin bacınız adınızdır, qardaşınız deyirəm, ayılın, hələ də gec deyil. Ananız, atanız bir-birini sevir. Gördüm də hamısı, özür gözün. Barışdırın bunları, yıxılın ayaqlarına, ailəvizi qoymayın, dağıtsın. Elsəvər, eşidirsən məni? Bəli, axşamınızı. Buyurun, Elsəvər, sən bir hirsin soyuyub, sakitləşmişsiniz? Bəli, yaxşıyam. Bax, hər halda ata-ana ilə barışsın söhbətini mən söyləmək istəmirəm burada. Yəni, bunu zaman göstərər, çünki bu illərin bir qırğınlığı var ortada. Amma anaya sahiblənmək, o kim olur olsun, nə olur olsun, necə olursa olsun, düşünürəm ki, sizin ananızdır da. Yəni, onu ortalıqda qoymayacaqsınız ki. Bəli, bəli, o sözdür. Yəni? Bir söz deyim də, Allah da daha verər. Buyur. Evdən gələndə, gelməyə fikir olanda heç olmasa mənə deyək. İndi mən ona necə sahiblənəm? Mənə nə deyərlər? Deyir, evdən gedəndə mənə nə deməmişdi, indi mənə nə deyərlər? Əşə, hər nə deyərləri? Deyənlərə deyərsən ki, o Hər nə mənim deyərlər yox, anamdır. Cənnət onun ayağının altındadır. Yaxşı yol verirsən, getdin Düz deyir də, niyə sözünü qəribçiliyə salırıq? Düz deyir də, deyir evdən anam qaçıb gedib, oğlu mən idim. Gəlib mənə deyərdi ki, atandan zülüm çəkirəm. Oğlunu da götürərdi, gedərdi polisə. Xəbəri yoxdur oğlunun. Ana evdə zülüm çəkəndə oğlun Ən azı, mən onun sözü demişəm. Elsəvərin bu sözündə həqiqət var. Mən onu gələndə də dedim. Ən azı ant verərdi, düşərdi oğlunun ayaqlarından, öpərdi, deyərdi, oğul, qurban olun, birdən atana deyərsən yerimi. Südümü sənə halal eləmərəm. Zaur bəy, neçə il bundan Yox, bu nə zülüm çəkib? O zülüm deyən qadına oxşuyur. Əziyyət verirdi. İndi hər nə də, məsələn. Mənə qayıtıb dedi ki, yaxşı mama deyir, bir dənə kvartira tapıb ki, sənə çıxartaram. Sonra oturub nə fikirləşdi, nə fikirləşmədi. Qayıtıb dedi ki, sənin evinin paltarı var. Dedim ki, var, neyəsə, dedi ki, bir an lazımsa səni çıxartmaya da buradan. Dedim, yaxşı. Neyse bu çıxıb getdi, dedi ki, ay mama yola ver də, indi bilirsən də xəsiyyətin, yola ver. Dedim, yaxşı, sənə xətir ver. Neyse yola verdim.
Heç 2 ay ya 3 keçmədi üstündən. Yenə həmin şey, həmin də dögülmə, sögülmə. Yenə gəldim qohumlarımın, necə deyirlər ki, qohumun, əmi oğlumun evinə. Oradan zənglədim ona ki, Elsəvər, yadıma gəlirsən demişim kvartira tapıb çıxartacağım. Çıxartay bala məni. Axır mən zülm çəkirəm. Qayıtıb deyir ki, ay mama, siz olsa boşanan deyirsiniz. Hana yeri deyir, kvartira neyi tutmalı, çıx gedir Fərəcin evinə. Atamdır, söz-söhbət Demir, ata evinə, Fərəcin evinə. Evdə söz-söhbət olur. Niyə olmasın ki? Olur da. Əgər oğuzun için iynəmişdin ki, sən evlənəndə, ailə quranda sən evində söz-söhbət olacaq. Əgər bunun için iynəsəydin, sən ailə qurmaz. Qoşub Fərəcə qaçmaz. Mən bilsəydim sənə ton kaseti belədir. Ya ümumiyyətlə, hər hangi bizə olacaq axıra qədər. Mən ümumiyyətlə ona ailə qurmazdım. Hələ bir dənə uşağı alıb qucağıma çıxıb gedər. Elə etsə, mənə deyirdim, bizim də ağlımız kəsir. Ən azından bizi tanıyırlar. Bilirlər nəyik, nə tərik. Sən azından mənə deyirdin ki, məni gətir yanvaya, mənə köməklik elə. Elə mən pasportu düzəldib anamın yanına getmək istəyirəm, anamla getmək istəyirəm. Mən sənə deyirdim. 2 dəfə deyib, neçə dəfələrlə demişəm də sənə Elsəvər. Neçə dəfələrlə sənə demişəm. Deyib, gedib gəlib görüb ki, mehribandılar. Gedib gəlib görüb ki, mehribandılar. Xahiş edirəm, mən başımsız xəstə. Mən fikrimi çatdıra bilmirəm sizə. Sonra orada danışır ki, mənə zülüm verib, mənə Buyur. Xəttə qoşulubdu, qoyun danışsın da. Bir dakika, komandir, gözlə. Buyur. Sən, bax, bir yana deyirəm. Niyə demirdin mənə? Sən evdən getmək fikrin var etsə, mənə deyirdin ki, Elsəvər, bir daha mənə üçün bir dənə kirayə tap. Niyə demədin? Sən maraqlandıran neydi sən evdən getdin? Sən elə bildin ki, çünki sən neçə dəfələrlə demişəm. Qoy görən nədir? Sən kənddə bəyənmədiyin qadınlar, sənə bir dəqiqə əllə yox ha, şəpinlə bir-birinə vurur sətil. Əl çalır yəni, daha üstün. Mən indi səni necə qəbul edeyim? Bu hansı ağla çıxar, hansı bir... Onu mən kimətsəm adama deyərlər ki, sən nə fikrə buldun? Adama nə deyərlər? Necə istəyirsən, hər də fikirləşin. Mənim adım üstündə, mən düz fikirləşirəm. Amma sənə ayıbı olsun ki, sən məni kimi oğlu yerə vurdun. Mən amma o hörmətliyi sənə eləməmişdim. Nə sənə, nə də sən nəfs və əzabətli ayıb olsun sizə ki, məni kimi anaya dayaq durmadınız. Bir dəqiqə gözlə. Mən özüm yemədim, sizə yedizdirim. Mən öz ayağımla sizi çıxardım, sizin ayağınıza gedirmişəm. Özüm qarın içində şəpik geyib getmişəm, arxın içində qab da yumuşam, baldanavızı yumuşam. Bu sizin çox salavuzdur. Bir dəqiqə gözlə, bir dənə deyən, sonra sən danışarsan. Ürəyin nə qədər istəyir danışarsan. Mən maaş alıram, düzdür. Sən bilirsən ki, mən hardımda. Bəli, maaş alırsan, özün alırsan, mən cibimə almamısan. Aton cibinə qoymuşsan, mən cibimə qoymuşsan. Mən sənə dedim ki, Elsəvər. Bir dəqiqə, Zavur bəy, xahiş edirəm, ona bir dənə mikrofon alın əlindən, mən sonra sözümü deyim. Tamam, buyur Elsəvər, buyur. Sən bilirsən ki, mən harada işləyirəm, bunu açıqlamıram da. Mən maaşım da var, sən mənə deyedin ki, bu qədər maaşı alırsan, ayda gətir 500 ver mənə, gücün nəyə çatırsa. Mən şərait yaradım özümcə. Mən sənə dedim ki, yox eləmirəm, vermirəm. Sən evdən durub getməklə elə bilsən ki, sənə deyirlər ki, halaldır vermə sənə. Elsəvər, yadıma gəlir, mən sənə demişdim ki, atıma pul vermə günə. Atın sən şərait qurmayacaq. Niyə verməyim? Gətir o pulu ver mənə, mən o evin şəraitini özüm biləcəm. Çünki sənə toyun yaxınlaşır. Sən nə dedin? Evin kişisi odur. Deyir ki, evin kişisi var. Deyir ki, atanın evin kişisidir. Amma o pulu görmür. Evin qadını olmuşsan. Buradan gəlir, buradan gedir. Bir dəqiqə deyəm da. Aydındır. Saxlayaq bu zəngi. Saxlayaq. Mən belə bir münasibəti, istənilən vəziyyətdə belə bir münasibəti qəbul edə bilmirəm. Qəbul olunmazdır. Mən qəbul eləmirəm. Ona görə də davam elətdirməsini istəmirəm. Nə ağlına gəlir? Səhv eləyib, düz eləyib. Biz onu nümunə kimi göstərmirik ki, baxın, o nə eləyib, doğru eləyibdir. Əsla mən bunu demirəm. O, onun öz həqiqətidir. O, çıxış yolunu belə görübdür. O, düşünüb ki, belə eləsə, onun üçün daha rahat olacaqdır. Mən onun əl-üzünü yumuram, doğru qəbul etmirəm dediklərini. Övladın da valideyni ilə, bax, görürsünüz münasibət, bax, o oğlu da, bundan qabaqki oğlu da danışır, eynən Fərəc kimi bir yerə gəlir, qıcıqlanırlar və başlayırlar daha artıq kəlmələr işlətməyə. O gün o birisi oğlu da burada çox biədəb kəlmələrlə anasına münasibət göstərirdi. Yəni, mən hər nə olursa olsun, ya sus, qəbul etmə, bağla, ümumiyyətlə, burada, məsələn, tutu var, görürsünüz, atası biz özümüzü öldürür, atası deyir, istəmirəm də, mən öldürəsiniz. Nə söz deyir, nə bir şey eləyir. Kəsib, gedib otur. Barışmısınız?
Hə. Yəni deyəcəksən, bir dənə mikrofonu ver ona. Bağlayıb gedib oturubdu. Amma anaya ən azı sizi dünyaya gətirən qadındır. Yəni internatda valideynini axtaran oğullar, qızlar var. Gəlirlər, valideynlərini axtarırlar. Heç doğub atıb dəmir yoluna, zibil yeşiyinə, nə bilim küçüyə. Ondan ağır şey yoxdur ki, səni biri var ki 25 yaşında qoyub gedirlər. Biri də var ki sən bir günlük doğub atıb gedirlər. 25 yaşda qoyub getməyi yenə başa düşmək olar. Amma bir günlük körpəni qoyub getməyi başa düşə bilmirəm. Amma onu belə bağışlayan övladlar var ki, gəlib bağışlayırlar, deyirlər ki, anamsan.